Üsama Bin Laden 1967-ci ildə Səudiyyə Ərəbistanının Riyad şəhərində anadan olub. Atası Məhəmməd Bin Laden Səudiyyə Qrup Laden tikinti şirkətinin sahibi, milyarder bir iş adamı idi. O 20 dəfə evlənmiş və 50 uşağı var idi. Usama isə 18-ci uşağı idi. Atasının ölümündən sonra Bin Ladenə 30 milyon dollarlıq bir miras qalır. 1979-cu ildə SSR Əfqanistana qoşun yeridir. Dünyadakı bir çox müsəlman Əfqanistanı qorumaq üçün buraya axın edirdi. SSR-yə qarşı vuruşanlar arasında 24 yaşında, 1.90 boyunda bir nəfər də var idi. Bu, Üsama Bin Laden idi. Bin Laden Ruslara qarşı vuruşanlara maddi dəstək və silah verirdi. Bin Laden SSR-yə qarşı vuruşmaq üçün minlərlə insanı Əfqanistana gətirmişdi. Bununla da kifayətlənməyən Laden hərbi təlim kampı olan El-Masadanı qurdu. Kamp o qədər məşhur oldu ki, SSR bura hücum təşkil etdi. Əfqanistandakı fəaliyyəti Bin Ladeni bütün dünyada məşhurlaşdırmağa başlamışdı. Sovet qoşunları Əfqanistandan geri çəkiləndən sonra Bin Laden burada fəaliyyətini davam etdirir və bu ərazilərdə yeni bir təşkilat qurmağa çalışırdı. 1988-ci ildə Əl-Qayda terror təşkilatının əsasını qoymuşdu. SSR Əfqanistandan çəkiləndən sonra Bin Laden Səudiyyə Ərəbistanına qayıdıb inşaat şirkətində işləməyə davam edirdi. 1990-cı ildə Səddam Hüseyn Küveytə hücum etdi. ABŞ Küveyti qorumaq adı ilə Səudiyyə Ərəbistanına ordu yeritmək istəyirdi. Bin Laden bu fikrə sərt etiraz edir və hökumət nümayəndələri ilə görüşərək ABŞ ordusunu ölkəyə buraxmamağı tələb edirdi. Ancaq Səudiyyə hökuməti ABŞ-ın təklifini qəbul etdi. Bundan sonra Bin Laden açıqlama verərək ABŞ-ın əsl məqsədini Küveyti qorumaq yox, İslama qarşı mübarizə aparmaq olduğunu bildirdi. Hökumətlə aralarında baş verən problemlərdən sonra dövlət tərəfindən onun bağ evinə basqın edildi. Adamları tərki silah edildi. Özü isə ev həbsinə məhkum oldu. Bin Laden şəxsi əlaqələrindən istifadə edərək Pakistana getmək qərarına gəldi və hökumət buna icazə verdi. Pakistanda bir neçə ay qaldıqdan sonra Sudana üst tutur. Çünki Sudanda İslamçı təşkilat çevriliş edib hakimiyyətə gəlmişdi. Bu da Bin Ladenin burada daha rahat fəaliyyət göstərməsinə imkan verirdi. Sudanda Əl-Qaydənin üzvlərinin sayı sürətlə artırdı. Əl-Qaydə terror təşkilatı olaraq ilk hücumunu 1992-ci ildə ABŞ əskərlərinin qaldığı otelə təşkil etdi. Ancaq hücum təşkil edilən zaman əskərlər artıq oteldə deyildilər. Bir il sonra Əl-Qaydə Nyu-Yorkdakı ticarət mərkəzinə hücum təşkil etdi. Hücumda 6 nəfər öldü, 1000 nəfər isə yaralandı. Əl-Qayda artıq bütün dünyada terror təşkilatı kimi tanınırdı. Belə olan təqdirdə Səudiyyə Ərəbistanı 1994-cü ildə Bin Ladeni vətəndaşlıqdan çıxartdı və bütün əmlakını həbs qoydu. Bundan sonra Laden krala məktub yazaraq ABŞ ordusunu ölkəni tərk etməsini tələb etdi. Əgər tərk etməsə, ölkəyə terror hücum təşkil edəcəyini bildirdi. 1995-ci ildə Riyaddakı ABŞ hərbiçilərinin təlim mərkəzinə bombalı hücum təşkil edildi. Bu hücumdan sonra Amerika Sudana təzyiq göstərməyə başladı və Sudan hökuməti Bin Ladeni ölkədən qovdu. Sudandan qovulan Bin Laden Əfqanistana sığındı və burada qəzetdə bir elan verdi. Elanda ABŞ-a qarşı cihad elan olunduğu deyilirdi. Bu ərəfələrdə Məhəmməd Ömərin başçılığı ilə Əfqanistanda Taliban qüvvələri çevriliş etdilər. Talibanın hakimiyyətə gəlməsi Bin Ladenin ölkədə daha rahat hərəkət etməsinə imkan yaratdı. Taliban rejimi Bin Ladeni qorumaq üçün əlindən gələni edirdi. Bu arada isə o terror hücumlarına ara vermirdi. Tanzaniya və Kenyada ABŞ səfirliklərinə hücumlar təşkil edildi. Hücumlarda 224 nəfər həlak oldu. Bundan sonra ABŞ prezidenti Bill Clinton Mərkəzi Kəşfiyyat İdarəsi CIA-yə Bin Ladeni öldürmək üçün icazə verdi. Ona qarşı tez-tez xüsusi əməliyyatlar keçirilsə də Əl-Qayda liderini öldürmək mümkün olmurdu. Bin Laden ABŞ-a qarşı irili xırdalı çoxsaylı hücumlar təşkil etsə də bunlar onu qane etmirdi. O dünyanı silkələyəcək hücum planı hazırlayırdı. Hədəfdə Nyu-Yorkdakı əkiz qüllələr və Pentagon var idi. 1999-cu ildə Almaniyanın Hamburg şəhərindən bir qrup xüsusi təlim görmüş terrorçu Əfqanistana gəldi. Həmin şəxslər uzun müddət ABŞ-da yaşamış və ingilis dilini bilirdilər. Dünyanın ən böyük terror hadisəsini törədəcək qrup hazır idi. 11 sentyabr 2001-ci il. ABŞ Airlansa məxsus təyyarə dünya ticarət mərkəzinin əkiz qüllələrdən birinə çırpılır. Bundan 18 dəqiqə sonra United Airlansa aid başqa bir təyyarə
əkiz güllələrin digərinə dəydi. Ancaq bu da son deyildi. Üçüncü bir təyyarə Pentagon binasına girmişdi. Təyyarələrdə 246, əkiz güllələrdə 2006, Pentagonda isə 146 nəfər həlak oldu. Minlərlə insan yaralandı. Terror hadisəsini 19 nəfər törətmişdi. Onlar qruplara bölünərək təyyarələrə sərnişin kimi minmişlərdi. Hər qrupda pilot təlimi görən bir terrorçu var idi. Maraqlısı o idi ki, bu şəxslər ABŞ-da pilot təlimi görmüşlər. Bu hadisədən sonra ABŞ bütün gücünü Bin Ladeni tapmaq üçün səfərbər etdi. Talibanın Bin Ladeni dəstəklədiyini önə sürən ABŞ və Böyük Britaniya Əfqanistana qoşun yeritdi və bu illərlə sürəcək savaşın başlanğıcı oldu. Ancaq Bin Ladeni tapmaq mümkün olmurdu. Onun yerini deyənə 27 milyon dollar mükafat vəd edildi. Bin Ladenin harada olduğuna dair bir çox məlumat verilir, ancaq heç biri düz çıxmırdı. 2007-ci ildə onun yerini deyənə veriləcək mükafatın miqdarı 50 milyon dollara yüksəldildi. Ancaq Bin Ladeni tapmaq mümkün olmurdu. Nəhayət, 2010-cu ildə Bin Ladenin köməkçisi Seyid Əhmədin yeri müəyyən edildi. Seyid Əhməd ailəsi ilə əlaqə saxlaması nəticəsində CIA onun yerini müəyyən edə bilmişdi. Mərkəzi Kəşfiyyat İdarəsi Neptun Nizəsi adlı xüsusi əməliyyat hazırladı. Əməliyyatda 79 nəfər xüsusi təyinatlı və bir it yer alırdı. 37 dəqiqə davam edən əməliyyat nəticəsində dünyanın bir nömrəli terrorçusu öldürüldü.